Sadə bir neftçi ailəsindən çıxıb, neft imperiyasının rəhbərinə çevrilən adam. Vahid Ələkbərov 2025-ci ildə Forbes-un məlumatına görə 28,7 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı 62-ci adamı olan Vahid Ələkbərov 2023-cü ildə Forbes Rusiya tərəfindən 2 milyard dollar dividend gəliri ilə ən çox dividend əldə edən iş adamı seçilmişdi. 1950-ci ildə Bakıda doğulan Ələkbərov atası neft platformasında həlak olduqdan sonra həyatını bu sahəyə həsr edir. Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldıqdan sonra qısa zamanda neft sənayesində rəhbər vəzifələrə yüksəldi. 1991-ci ildə dövlətə məxsus 3 şirkəti birləşdirərək Lukoyl-u yaratdı. Bu strateji addım onu Rusiya və dünya neft sektorunun liderlərindən birinə çevirdi. Ələkbərovun rəhbərliyi ilə Lukoyl 30-dan çox ölkədə fəaliyyət göstərir və 100 milyard dollardan çox gəlir əldə edir. Bütün bunlarla yanaşı Ələkbərov Gələcəyimiz xeyriyyə fondunu təsis edərək sosial sahibkarlıq və təhsil layihələrinə dəstək verir. 2020-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Dostluq ordeni ilə təltif olunur. 2022-ci ildə vəzifədən istifa versə də, Lukoylun ən böyük sahibdarlarından biridir. Bu hekayə bir daha sübut edir ki, başlanğıc yerin deyil, məqsədin sənin kim olacağını müəyyənləşdirir. Çətinliklərə, itkilərə və risklərə baxmayaraq məqsədinə doğru inamla irəliləyənlər bir gün tarix yazır və adlarını biznes dünyasına həkk edirlər. Bəs sizcə doğulduğunuz coğrafiya sizin gələcəyinizi və uğur potensialınızı müəyyənləşdirən əsas amildirmi?